2017-ci il iyulun 16-sı saat 13 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan Cavid Əbdülməmmədov bir gün əvvəl tanış olduğu 1987-ci il təvəllüdlü Vasif Ağammədova ürəyindən bir bıçaq zərbəsi vurmaqla onu qətlə yetirib. Həmin gün saxlanılan şəxs cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Onun sözlərinə görə Sabirabad rayonunda iştirak etdikləri toydan Ağammədova məxsus avtomaşınla Bakıya qayıdarkən sürücü güzgüdən arxada əyləşən arvadına tez-tez baxıb gülümsəyib. ...2017-ci il iyulun 16-sında 3 sayılı şəhər xəstəxanasından Suraxanı rayon 31-ci polis bölməsinə Bülbülə qəsəbəsindən bıçaq xəsarəti ilə Vasif Ağammədovun daxil olması və orada keçinməsi barədə məlumat verilib. Baxış protokolu ilə müəyyən edilib ki, hadisə yeri İlqar Məmmədov küçəsi ev 15/1-in qarşısıdır. Ekspertlərin iştirakı ilə müayinə aparılıb, maddi sübutlar götürülüb və digər zəruri prosesual hərəkətlər yerinə yetirilib. Mərhumun arvadı Ülviyə Ağammədova bildirib ki, günorta saat 12-də yoldaşını naməlum şəxs küçəyə çağırıb. Vasif çölə çıxandan bir dəqiqə sonra sol böyür hissəsi qanlı vəziyyətdə həyətə daxil olub və baltanı götürüb geri qayıdıb. Lakin 3-4 addım atan kimi yerə yıxılıb. Onun qışqırıq səsinə qaynanası və qonşular gəlib. Vasifi təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıblar. Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Vasif Ağammədovun ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin daxili və xarici qan itirmə səbəb olub. İyulun 17-sində Bakı şəhər Baş Polis İdarəsi məlumat yayıb ki, qətli törətməkdə şübhəli bilinən şəhər sakini 1995-ci il təvəllüdlü Xalid Əbdülməmmədov könüllü olaraq Səbail rayon polis idarəsinə gələrək təslim olub. Suraxanı rayon polis idarəsinə təhvil verilən Xalid Əbdülməmmədov ifadəsində hadisəni təfərrüatı ilə danışaraq Vasif Ağammədovu qısqanclıq zəminində öldürdüyünü bildirib. Lakin tutulan şəxs zərər çəkən Ülviyə Ağammədovaya təqdim edilərkən, qadın deyib ki, hadisə günü yoldaşını küçəyə çağıran adam o deyil. Beləliklə də istintaq tədbirləri ilə müəyyən edilib ki, Xalid Əbdülməmmədov yalan ifadələr verməklə cinayəti törədən şəxsi ört-basdır edib. Hadisədən 11 gün sonra məlum olub ki, qətli onun qardaşı Cavid Əbdülməmmədov törədib. Təqsirləndirilən şəxsin sözlərinə görə həmin gün Xalid cinayəti öz boynuna götürəcəyini deyib. Cavid etiraz etdikdə qardaşı özünü öldürəcəyini söyləyib. Buna görə də o razılaşıb. Bundan sonra hadisə barədə ona ətraflı məlumat verib. Xalidin cinayəti üzərinə götürməsinə onun evli və yoldaşının hamilə olması səbəb olub. Eve gələndə kim var idi? Eve gələndə evdəkilər idi. Həmin qardaşım. Hə? Hə. Gəldim elə eve gəldim, yatdım haradasa. Saat 4-5 olardı ki, oyandım. Oyandım, qardaşım gəldi mənə tiki versin. Belə bir hadisə oldu. Yəni, necə? Söhbət oldu aramızda ki, yəni, dedim ki, mən vurmuşam da, yəni, öldürməmişəm, yəni, xəbərim yox idi mənim o ölməklə. Bilmirdim o ölüm. O ki, dedim ki, bu iş belə bir iş tutmuşam da, o da dedi ki, bu adam ölümlə. Dedim, biz neyini yeyinə, yəni... Qardaşın hardan bildi ki, o adam ölüm? Qardaşım bilmirdim onu hardan. Hardansa eşini bilmirdim. Tamam. Dedim ki, bəs mən gelib təslim olmaq istəyirəm. Necə bu hərəkəti eləmişəm, dedim, biraz evə gəlib, özümə gəlib, özümdə də öldüm. Çox ağlım başımda olmamışdı. Gəldim, qardaşım dedi ki, antisal verdi,
Nəyə and verib? Anam gəldi, anama and verdi. Sonra atama dedi ki, mən özümü asaram, yəni özümü öldürəm, sən geç öldürəm. Mən özüm geri təslim olacağım. Sən özün ailəyə baxırsan, işləyirsən, evi dolandırırsan, təzə ailə qurmursan. Qoy mən deyim. Həm də qorxdum ki, bu özündən nəsə eləyər. Qardaşımla elə tanışlıq yoldaşımla ki, biz belə bir şeydə, belə bir hadisən ki, qardaşım belə bir iş yok. Yoldaşım dedi biraz stres alıp keçirdi beni. Yoldaşınıza deyəndə yanında kim var idi? Kardeşim benim yoldaşım oldu. Başqa bir şəxs olmuşdu? Başka yok. Heç kim olmamışdı? Yok, o sonra kardeşim əlmə getdi, dedi ki, biz belə bir şey. Mən deyirəm, təslim olma. Sən hadisəni törətdikdən sonra evə gələndə, evdə səni kimlər gördü dedin? Evdə məni kardeşim görürdü. Yoldaşım, əmin. Əmin sənin hadisə törədən vaxtı göy rəngli köynəyi üzərində gördü də? Gördü? Mən evə gələndə gördüm köynəyi. Təslim olmağa gedəndə qardaşın Xalid Əbdülməmmədovun əynində sənin ifadəndə qeyd etdiyin kimi cinayət törədən zaman əynində olmuş paltarı geyib gedib ora. Yəni, əmin soruşmadı ki, sən niyə geymişsən paltarı? Əmin, yəni... Bu barədə nəyəsə aydınlıq gətirdi? Əmin, yəni bu şeydə biraz özündə olmayıb, yəni... Soruşmayıb? Qorxmuş, ağlayıb deyil. Şəxsin tanınma haqqında protokolundan görünüb ki, zərər çəkən Ülviyə Ağammədova 4 şərti nömrəsi yazılmış vərəq olan Cavid Əbdülməmmədovu tanıyaraq bildirib ki, ayın 16-sında ərini evdən o çağırıb. Təhlükəsiz şəhər xidmətinin kameralarındakı video görüntülərin əks olunduğu disklərə baxış keçirilib. Koroğlu metro stansiyasının yanından Heydər Əliyev adına hava limanı istiqamətində hərəkətdə olan 160 nömrəli avtobusun yolun kənarında yerləşən gül dükanının qarşısında saxlaması, Cavid Əbdülməmmədovun sol əlində paketlə düşməsi və Vasif Ağammədovun yaşadığı evə doğru getməsi müşahidə edilib. İstintaqla müəyyən edilib ki, Cavid Əbdülməmmədov faktiki ər-arvad münasibətində yaşadığı Kəmalə Məmmədova ilə Sabirabad rayonunun Çiçəkli kəndində toy mərasimində iştirak etdikdən sonra iyulun 15-də tanış olduğu Vasif Ağammədovun idarə etdiyi avtomobillə Bakıya qayıdıb. Yolda sürücünün güzgüdən arxada oturan Kəmalə Məmmədovaya tez-tez baxıb gülümsəməsini, istifadəsindəki mobil telefona öz nömrəsini yazıb, onu qadına göstərmək üçün quru öskürə ilə fikrini telefona cəlb etməsini görən Cavid bunu Vasifə irad tutub. Sonuncu saymazyana cavab verdiyinə görə onu öldürmək qərarına gəlib. Niyyətini həyata keçirmək üçün ayın 16-sı saat 13 radələrində İlqar Məmmədov küçəsində yerləşən evin qarşısına gələrək Ağammədovu çölə çağırıb. Axşam etdiyi hərəkətin düzgün olmadığını bildirib, bıçaqla döş qəfəsinin sol yan səthinə yuxarıdan aşağı doğru istiqamətdə bir zərbə indirib. Bununla da sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirməklə onu qəsdən həyatdan məhrum edib. Təqsirləndirilən şəxs qismində dindirilmiş Cavid Əbdülməmmədov bildirib ki, iyulun 14-də həyat yoldaşı ilə bacanağı Samir Dədəkişiyevin övladının kiçik toy məclisində iştirak etmək üçün Sabirabad rayonuna gedib. Ayın 15-i gecə saat 24 radələrində toy qurtardıqdan sonra Nadir adlı tanışı məclisdə iştirak edən uşaqlıq dostu Vasiflə Bakıya qayıtmasını təklif edib. O buna etiraz etməyib. Cavid avtomobilin qabaq oturacağında, yoldaşı isə onun arxasında əyləşib şəhərə yola düşüblər. İyul ayının 15-i bacanağın Samirin oğlu kiçik toyuna Sabirabad rayonuna getmişik. 15. Getmişik, biz orada gecəni qalmışıq. 16-sı
toy olub, mağar qurulub. Biz bir ki toy yola verəndən sonra axşam saat 12-də Nadir Bacanalının oğlunun məsələni gördü ki, axşamla biz çıxaq. Mən də demişdim ona ki, günorta istədiyi saatdə. O da məsləhət gördü ki, axşamla çıxaq. Yol boyu Vasifin güzgüdən arxaya arvadına baxıb gülümsədiyini hiss edib. Ondan bunun səbəbini soruşduqda Ağammədov elə-belə baxdığını deyib. Sürücü bir neçə dəfə nömrəsini öz telefonuna yazıb, bir qədər arxaya, Kəmalə oturan istiqamətə doğru uzatıb. Yoldaşı hamilə olduğu üçün maşında Vasiflə dalaşmaq istəməyib. Ağammədov yaşadığı ünvanı təxmini dediyinə görə səhər gedib onunla söhbət edəcəyini düşünüb. Onlar gecə saat 3-də evlərinə çatıblar. Avtomobili saxlayan Vasif yenə də öskürərək, utanmadan yoldaşına telefonundakı nömrəni göstərmək istəyib. Maşından düşən Cavid sürücüyə onunla görüşəcəyini bildirib. Yolda da gələndə tez-tez arxaya baxdım. Soruşdum ondan ki, arxaya niyə baxırsan? Məzələnmək kimi mənlə ayağıma sarma olurdu. Necə vurur? Belə vururdu ki... Dizilər. Hə. Yolda oyla yüngül var idi, söhbət edelim. Yenə də məzələnmək kimi də belə. Yüngüllər nə söhbət edir? Yüngül var ki, yəni bu nə hərəkət edirsən, bu eylədim, nə hərəkət, mənə çatmırdı, yəni arxaya tez-tez baxmağım, belə. Yolda saxladı, qarpız aldı, gəldi, sonra yenə də qabağında saxladı, su aldı. Gəldik, çatdıq, evə çatanda, məhəlləyə çatanda elə maşında yenə nömrə yazıb göstərdi ki, öskürdü elədi, beləmçi ki, nömrə göstərir. Nə formada göstərdi? Göstərə bilərsiniz? Telefonu belə sağa çəkir. Misal telefonla necə göstərir? Telefonun nömrə yazıb, o arxa silinini göstərirdi, arxaya. Yoldaşına. Hə, maşından düşdük, sumkaları sadı götürdüm, elə yoldaşım ki, gedirdi qabaqda və ondan dedim ki, səninlə görüşəcəm, mənim səninlə işim olacaq. Boşum çıxdı, getdim. 2017-ci il aprelin 30-da Səbail rayon polis idarəsinin əməkdaşları Neftçilər prospektindəki 91 sayılı evin həyətində üzərində çox saylı xəsarətlərlə 46 yaşlı Yelena Sandrandinovanın meyidini aşkar ediblər. Qadının qətildən əvvəl seksual xarakterli zoraki hərəkətlərə məruz qalması müəyyən olunub. Samir burada yaxşı idi, çox işmişdi, başları konkretlə iyiləşməyə yapmalı. Nə deyirdi konkret? Deyirdi, istəyirəm, mən səni istəyirəm, cinsel adamı olmaq istəyirdim. Sən gələndə Samir Yelenanı vururdu. Bəli. Hansı nahiyasına vururdu? Əlmə. Harasına vururdu? Üzünə. Çölə çıxıb yuxulan vaxtı çöldə nəfəs alırdı. Sağ idi yəni. Sağ deyirdim, sağ deyirdim. İkinci dəfə də dəqiq gördü ki, cinsel əlaqə Samir onunla. Hərəkətsiz vəziyyətdə idi da o. Hərəkətsiz vəziyyətdə idi. Qrup halında xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamı ilə ümumilikdə 37 il cəza alan Bakı şəhər sakini Dmitri Razumny və Rusiya Federasiyasının vətəndaşı Samir Zenyukovun cinayət işi. Qərara gəldi, Samir dedi, gengirək onu, aparaq onu, çıxardaq çölə. Kriminalda. İyulun 16-sı saat 11:45-də evdən çıxıb. Vasiflə söhbət etmək istədiyindən şkafdan bıçağı götürüb və onu selofan torbanın içinə qoyub. Ağammədovun dediyi yanacaq doldurma məntəqəsini keçdikdən sonra uzaqdan onun idarə etdiyi maşının bir evin qapısında dayandığını görüb. Səhər durdum mən özüm. Saat neçədə? Saat hardasa ona qalmışsa belə. Durdum yuxudan, biraz əl-üzümü saldım, özümə gəldim, hardasa kulok götürdüm, qara kulok var idi. İçinə planşet qoydum, altına kulok qoydum ki, o bıçağı qoyanda düşməsin. Bıçağı da ki, özümü müdafiə üçün götürmüşdüm. Nədən müdafiəsini götürmüşdün? Vasiflə.
Ora nə edirdi? Orada avtobusla geldim. Hansı nömrəli avtobus? Ora 208'den gelmişim. 208 nömrəli avtobus. Evet. Orada Avtobusa hardan mindi? avtobusa öyle yukarıda. Bizim Kim marketin qabağında. Bizim küçüğün. Oradan avtobusa bindim. Geldim düştüm Komsomolsk dairəyə. Oradan pilləkənlə baxdım yuxarı. 160 nömrəli avtobusa indim. Ona mindim, gəldim, düşdüm abi yolla qabağında. O maşında da olanda Vasiflə elə tanış olmaq məqsədilə harada qalıb qalmamağını belə soruşmuşdu. Mənə demişdi ki, bu yolla da qabağda zapravka var, zapravkadan qabağda orada Simike zavodu var, onun yanında qalır. Mən də oranı belə Simike zavodu belə tanımadım. Zapravkadan qabağa gelib görmüşəm maşını. Gələndən sonra gəldim, düşdüm. Dediyi kimi gəldim zapravkadan qabağa. Gəldim, çatdım, maşından tanıdım. Zapravkadan çatdım, qabağa getdim, maşını gördüm, tanıdım və maşın tərəfə getdim. Buradan mən gələndə bütündən baxdım. İndi də maşın oradadır. Bu maşını gördüm, oradan maşından tanıdım. Maşından tanıdım, gəldim ora. Hansı yolla geldin? Elə o yadımdan çıxıb açılır. Bilmirəm, belə gəldim, yoxsa belə gəldim. Doğrudan da yadımdan çıxıb. Hasardan Vasifi çağırıb. Bir qadın sonuncunun yatdığını desə də, onu oyatmasını xahiş edib. Ağammədov evdən çıxıb onunla salamlaşıb. Cavid gecə arvadına baxıb nömrə göstərməsinə irad tutduqda Vasif zarafatyanı bunun olub keçdiyini və fikir verməməsini deyib. Etdiyi hərəkətin düzgün olmadığını, kişiliyə sığmadığını bildirərkən Vasif nalayiq ifadə işlədərək ona təpi atıb. Cəzalandırmaq məqsədi ilə bıçağı torbadan çıxarıb onun sinəsinə güclü zərbə vurub. İti addımlarla hadisə yerindən uzaqlaşıb və ərazidə kəsici aləti tullayıb. Evlərini çağırdım. Yoldaşı ayrıydı, səsləndi ki, Vasif yatıb evdə. Mən dedim ki, onu çağırarmışsınız dərsində. 5 dəqiqə, 7 dəqiqə keçəndən sonra bir dənə də çağırdım, Vasif özü cavab verdi. Vasif cavab verəndən sonra çıxdı bayra. Bayra çıxandan sonra... Tək çıxdı, yoxsa yanında çıxdı? Tək çıxdı. Belə salamlaşdı, keçdi yolu. Qapıdan biraz sağa keçdi, 1-2 metr sağa keçdik. Orada mən ona qarpız almışdım, qarpızın pulunu verdi. Nə qədər verdin? 1 manat. Bəli. Mənə qayıtdı ki, bunu mənə niyə verirsən? Əlimdəki sumkanı soruşdu, dedim ki, özümə aiddir də. Keçdi, sağıma soluma baxdı ki, mən onu dünən demişdim ona ki, gələcəm. Sağa sola baxandan sonra... Niyə baxırdı ki, sağa sola? Birdən üstündə nəsə olardı. Nə ola bilər? Şübhələnirdi məndə. Yəni, nədən şübhələnirdi? Üstündə nəyim olmasından şübhələnirdi? Ola bilər ki, üstündə bıçaq olsun. Ondan şübhələnirdi? Hə. Sağa keçəndən sonra mən qalxdım ki, bu dünən maşında elədiyim hərəkətim. Ona görə gəlmişəm, bu söhbət edeyim sənə. Belə məzələndim, əyləndim, dəyişdi. Oldu, keçdi, belə hərəkət, belə söz danışdı. Onunla qayıtdım ki, adamın qriyyət olan, namusu olan, bu nə hərəkət edilərsin. Mən söyüş mənə, yeri oturmuş yerə, burada təpi yatdı, biraz arxaya getdi. Elə oturmaq istəyəndə mən də kloku bıraxdım, klokdan götürdüm. Necə bıraxdı? Sol əlimdə olan sağ tərəf bulqunu bıraxdım. Bəli. Hə, o klok açıldı, sağ orada rahat oldu. Həm özümün... Nə qədər müddətdə götürdün o bıçağı? Gözlüyürdü Vasif o bıçağı? Yox, gözləm. Hə, çünki birdən vurar mənə ilə, məndən ucalıyım. Hə, ona görə mən də elə bir dənə vurdum ona.
Hansı nahiyəsindən vurdun? Sol tərəfdən vurdum. Göstərə bilərsən özünü. Bu tərəfdən yəni. Başa düşür. Tərəfdən vurdum yəni. Bilmədim, nə aradan bitirdim özümü. Bir dənə vurandan sonra bu qışqırdı. Nə dedi? Dedi ki, sən neylədin, belə dedi. Qaçdı sıra. Yoldaşı oradan haydi. Ay verdi, 5-6 dəqiqə keçdi, yenə sıra. Nasıl gözə çıxdı. Ben de geldim. Vurandan sonra Qışqırdı ki, sən neynə tutmuşdu sən. Elə bil ki, orada Əmircanda 4 yolda Aslanov qədər orada su var idi, kıvar suyu. Ondan 30 qəpik verib bir dənə səxənsin dilində olan vurmuşdu. Gəldim, qabağdakı polis bölməsi var idi, həm də özümü itirmişdim. Girdim sağ məhəlləyə, heç ora mən birinci dəfə gedirdim ki, prosto bilirdim ki, bu qabağdan biz tərəfə gedirsiniz. Girdim məhəllələr arası, biraz qabağa getdim, orada zibil yeşiyi var idi. Bıçağı kulüp qarışıq tulladım ora, planşet də var idi üstündə, onu da qoydum belimə, gəldim. Gəldim. Həmin zibil yeşiyi göstərə bilərsin, onu xatırlayırsın adını. Onu xatırlamıram. O avtomaşına minəndə bilirdim ki, o sənin həyat yoldaşın. Siz Sabirabaddan gəlin. Hadisə yerinə sən gedəndən sonra evdəmi həmin məsələni qardaşınla müzakirə elədin? Yəni, qardaşın bildi ki, sən əhvalın belədir də. Onda sənə dedi, sən nə dedin ona? Dedim ki, mən konuşurum. Dedim ki, Sonra məsləhətləşdiniz ki, belə bir plan qurasınız. Məhkəmədə Cavid Əbdülməmmədov Vasif Ağammədovu öldürmək istəmədiyini, törətdiyi cinayət əməlindən peşman olduğunu bildirir. Zərər çəkmiş şəxsin hüquqi varisi Ülviyə Ağammədova təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib. Məhkəmə hesab edib ki, Cavid Əbdülməmmədovun törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif edilib. O, həmin maddə ilə təqsirli bilinərək sanksiyada nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalandırılmalıdır. 2017-ci il dekabrın 14-də məhkəmənin hökmü ilə 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum olunub. 2017-ci il aprelin 30-da Səbail rayon polis idarəsinin əməkdaşları Neftçilər prospektindəki 91 sayılı evin heyətində üzərində çox sayılı xəsarətlərlə 46 yaşlı Yelena Sandrandinovanın meyidini aşkar ediblər. Qadının qətildən əvvəl seksual xarakterli zoraki hərəkətlərə məruz qalması müəyyən olunub. Samir burada yaxşı idi, çox içmişdi, başları konkretlə iyiləşməyə yardım. Nə deyirdi konkret? Deyirdi, istəyirəm, mən səni istəyirəm ki, cinsel adamı olmaq istəyirdim. Sən gələndə Samir Yelenanı vururdu. Hansı nahiyəsində vururdu? Harasına vururdu? Üzünə. Çölə çıxıb yuxulan vaxtı çöldə nəfəs alırdı. Sağ idi yəni. Sağ deyirdim, sağ deyirdim. İkinci dəfə də dəqiq gördük ki, Samir Samir onunla. Hərəkətsiz vəziyyətdə idi də o. Hərəkətsiz vəziyyətdə idi. Qrup halında xüsusi amansızlıqla qəsdən adam öldürmə ittihamı ilə ümumilikdə 37 il cəza alan Bakı şəhər sakini Dmitri Razumny və Rusiya Federasiyasının vətəndaşı Samir Zenyukovun cinayət işi. Qərara gəldi, Samir dedi, gengirək onu, aparaq onu, çıxardaq çölə. Kriminalda.